boşluqda biz kök hüceyrələrini çox yaxşı bir şəkildə istifadə edirik. Boşluq nədən ibarətdir? İnfarkt keçirmiş bir ürəkdə artıq çapıq yaranıb, fibroz toxumasının dəyişdirilməsi gedir, vaxtla ürəyin remodelingi gedir. Ona görə də kök hüceyrəni ürək üzərində əgər bu müalicənin istifadəsindən danışırıqsa, cərrahi inyeksiya ən üstün metod olaraq qalır. Ürək çatışmazlığı hal-hazırda dünya üzrə bir nömrəli ölüm səbəbidir. Bunu hamımız bilirik. Ürək çatışmazlığı 5 il içində ağır ürək çatışmazlığı olan xəstələrin yarısı vəfat edir. Bu bir çox onkoloji xəstəliklərdən daha ağırdır. Dünyada 1-2 milyon arası hər il insanlara aorta koronar şuurlama əməliyyatı icra olunur. Azərbaycanda bu say hardasa 8 minə yaxındır.